Salamlar, YouTube kanalımıza şərh yazmış Aynur adlı izləyicimizin istəyini nəzərə alaraq, bu günlərim DOQ nəzəriyyəsini informatika fənni ilə əlaqələndirmiş olacağıq. DOQ 1. Xatırlama səviyyəsi. Burada şagird sadəcə faktı tanıyır. Elə bil kompüterin RAM nədir sualına cavab verməsi kimidir. Nə analiz var, nə də yaradıcılıq. Şagird klaviaturanın əsas düyməsinin adını tanıyır. Şagird fayl və qovluq arasındakı fərqi söyləyir. Şagird kompüterin əsas hissələrini etiketləyir. Şagird alqoritm sözünün tərifini yadda saxlayır. DOQ 2. Bacarıq və anlayış səviyyəsi. Artıq şagird nəyisə izah edir, müqayisə edir, səbəb-nəticəni anlayır. Sanki kompüter biraz düşünmə fasiləsi verir. Yəni burada cavab vermə biraz vaxt alır. Şagird Word və Paint proqramlarından istifadə məqsədini müqayisə edir. Şagird qovluqların niyə yaradıldığını izah edir. Şagird sadə cədvəldə məlumatları qruplaşdırır və qrafikaya çevirir. Şagird internetdə təhlükəsiz davranış qaydasını səbəbi ilə izah edir. Şagird alqoritmdə addımların niyə sırayla yazılmasının vacibliyini göstərir. DOQ 3. Strateji düşünmə səviyyəsi. Burada artıq şagird beynində kod bloklarını birləşdirir, analiz edir, seçim edir, arqument qurur. Kompüter mühəndisi olmağa doğru ilk addımdır. Şagird eyni problemi həll edən iki alqoritmi müqayisə edib, hansının daha səmərəli olduğunu əsaslandırır. Şagird bir proqramlaşdırma tapşırığını yerinə yetirmək üçün lazım olan addımları planlaşdırır. Şagird verilmiş məlumat cədvəlinə əsaslanaraq hansı mənbənin daha etibarlı olduğunu təhlil edir. Şagird informasiya təhlükəsizliyi qaydalarının pozulmasının mümkün nəticələrini qiymətləndirir. Şagird səhv işləyən kodda problemi tapmaq üçün diaqnostika aparır. DOQ 4. Genişləndirilmiş düşüncə səviyyəsi. Bu mərhələ artıq yaradıcılıq tələb edir. Şagird real problemləri həll edən məhsul və sistem qurur. Bu sanki məktəbin içərisində miniatür startup açmaq kimidir. Şagird məktəbdə tullantıların azaldılması üçün mobil tətbiq ideyası hazırlayır və onun alqoritmini qurur. Şagird məktəb daxili elektron kitabxana sistemi üçün məlumat bazasının strukturunu tərtib edir. Şagird real problemlə bağlı prototip proqram dizayn edir. Şagird məlumatların təhlükəsiz saxlanılması üçün yeni şifrələmə üsulu təklif edir və əsaslandırır. Şagird robotlaşdırılmış bir proses üçün addım-addım alqoritm yaradır və sınaqdan keçirdir. İnformatika fənni çətin görünsə də, bu səviyyələr şagirdin sadə istifadəçidən öz fikrini kod kimi quran insana doğru addım-addım irəliləməsini göstərir. Beləliklə, biz bugün sizlər üçün Aynur adlı izləyicimizin istəyini nəzərə alaraq informatika fənnini DOQ nəzəriyyəsi ilə əlaqələndirmiş olduq. Daha hansı sualınıza cavab axtarırsınız? Mütləq şərh bölməsində qeyd edin, biz sizlər üçün cavablandırmış olaq. Uğurlar hər kəsə.